Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllim və şagirdlər, riyaziyyat sevərlər. Gəlin Yaqubovun kitabından belə 1006-cı sualın izahına baxaq. Deyir ki, A-nın hansı qiymətində düz xətləri paralel olar? Ümumiyyətlə, gəlin düz xəttin funksiyasını yazaq. Y1 bərabər olsun K1x üzərinə gəlinsin B1. Y2 də bərabər olsun K2x üzərinə gəlinsin B2. Bax belə. Bu düz xəttlər paralel olması üçün, yəni paralellik şərti ödənməsi üçün burada K1 bərabər olmalıdır K2-yə. Bax, bu şərt daxilində iki düz xətt bir-birinə nə olur? Paralel olur. İndi buradan bizdə verilən funksiya düz xətt. Birinci Y1 nədir? Y1 odur ki, A çıxılsın 1, vuraq x, çıxaq 4. Y2 nədir? Y2 də odur ki, bax bu düz xəttdən söhbət edirəm. Bu da odur ki, 3x plus 1. 3x plus 1. İndi burada bunun k-sı nədir? Bax bu Y1 funksiyasının k-sı nədir? Bunun k-sı K1 yazaq. A çıxılsın 1-ə bərabərdir. Bəs bu aşağıda Y2 funksiyasının k-sı nədir? Buna da K2 yazaq. Bunun da k-sı 3-ə bərabərdir. İkisinin əmsalına 3. Dedik ki, burada bax bunlar ikisi bərabər olmalıdır. Bərabər eləyək bunlar bir-birinə. A çıx 1 3-dür. A-nı da burada nə tapıram? A-nı tapıram 4. Bizdən də A-nın qiymətini istəyir. Deməli testin düzgün cavabı olur 4.